İmam Səccad ərz edir, ilahi, Xudaya nə qədər sənin məhəbbətin şirindir. İmam deyir, nə qədər sənin məhəbbətin ləzizdir. Nə keyf elə adam sənin məhəbbətində. Səndən danışmaqda İmam Səccad deyir, keyfi vardı tövhidə tərəf getmək. Ki biz anlamamışıq ömrümüzdə. Az anlamışıq, az datmışıq dasturda. Dada bilməmişik olur ki dada. Amma dadanlar onlar idilər ki, gəldilər Kərbəlaya İmam Hüseynə qoşuldular. Qoşuldular. Həbib ibn Məzahir gəlmişdi bazarı Kufiyə. Ay qoca kişilər, ay sinni kesmiş kişilər. Həbib ibn Məzahir gəlmişdi bazarı Kufədə rəng axtarıydı. Saqqalına rəng qoymaq istəyirdi, rəng ola saqqalına rəng qoya. Bazarı Kufədə rəng axtarıydı. Müslim ibn Osəcəni gördü. Müslim ibn Osəcəni ondan bahəm söhbət elədilər. Bəli, hala Həbib ona deyir, o Həbibə deyir, bir-birlərinə təşviq eləyirlər. Nə axtarırsan deyə istəyəm rəng alam. Nə rəngi istəyən görəsən qocalmışam, nə istəyəm saqqalıma rəng qoyam. Biraz cavan görsənəm, biləxərə evdə xanımım var, onun yanında biraz qiyafəm cavan görsənə. Dedi, Həbib istəyirsən sənə bir bazar görsədim. Orada bir rəng sataylar, orada bir rəng alasan, saqqalığa qoyasan, qiyamətəcə day ehtiyacın olmaya rəngə. Həbib dedi, doğrudan belə bazar hardadır, harda sataylar? Dedi, bu bazar istəyən gərək Kərbəlaya gedə. Eşq istəyə, məhəbbət istəyə, bu yolda getməyə, bu yerdə gərək başdan keçəsən, həstündən keçəsən, sərəspa tanımayəsən. Həbib, bu bazar hardadır? Bu bazarı əl-an Pesər Fatimə, Fatimənin oğlu Hüseyn Kərbəlada dair eləyibdi, əl-an deyir. Gedəysən köməyinə, Həbib dedi, dayanma Müslim. Elə çıx ki, əl-an Kufədən, o bazara gərək tez özü yetirəsən. Əcələ elə karvandan dalı qalmışsın, sonra gələn oldular, çəkdilər. Sonra Kərbəlaya gələn oldu, əlləri bir yerə çatmadı. Bir ömrü çəkdilər, öldürdü bir iddəni. Bəziləri divanı oldular, var bəzi sərdarlardan ki, gəlmədilər Kərbəlaya, dünya Allah'tı, divanı oldular. Öz-özünə deydi, mən Hüseynə cavabı müsbət vermədim, vay olsun sənə. Divanı oldu, düşdü biyabana. Gərək vaxtı qənimət biləsən, qahi fürsət ələ gərək fəxtənəmül fürəs. İnsan gərək o fürsətləri əldən verməyə, fori o fürsətlərdən gərək insan istifadə eləyə. Ondan hərəkət elədilər, 2 dənə qoca kişi. Gələklər İmam Hüseynə köməkçi. İmam Hüseyn də leşkərin münəzzəm edir. Bəli, o azdır, amma münəzzəm, hesab-şülə. Bir hər leşkərə məsələn bir 10 nəfər, 12 nəfər təyin edib, pərçəm verib əlinə. Bir fərmandəhə pərçəm verib, bir quruh da təyin elədi, pərçəmi qaldı. Hər kəs istədi, ağa vermədi. Dedi, bu pərçəmin sahibi gələcək. Kimdir bu pərçəmin sahibi? Həbib ibn Məzahir. Gedəysən Kərbəlaya, gəldi bu Kərbəlaya. Qəbri Əbu Abdullah'a girəndə gözüm düşdü Həbibin qəbrinə. Yoxunlaşdım, Həbib, salam. Dedim, Həbib, 75'i sinnələdin, ömrələdin. Axırda bu köhnə libası nə ağır qiymətə sattın, Həbib. Əl-an gərək varid olanda da səni ziyarət eləyəm. İmam Hüseynin qəbrindən çıxanda da səni ziyarət eləyəm, Həbib. Ruzu Tasua idi. İmam Hüseyin dayanmışdı xeymənin kənarında, müntəzirdi o namə yazanlar gələlər, amma heç kəs gəlmədi. Düşmənin ləhzə bir ləhzə iddəsinə artıydı. 2000, 3000, 4000, 5000 hey qəbilələrdir, leşkərlərdir. Qoşuley Ömər ibn Səədə, Əli Əşbər üzün tutdu atasına, dedi, ata, və bizim köməkçilərimiz haçən gələr. Dedi, oğul, səbr elə, əcələ elə və bizim də köməkçilərimiz gələr. Neçə ləhzədən sonra Əli Əşbər gördü, 2 nəfər gələk gələldi. Ağa buyurdu, oğul, bax bizim köməkçilərimiz gələklər, bulardılar. Çıxın istiqballarına, çıxdılar istiqballarına, gördülər Müslim ibn Osəcə ilə Həbibdir, elə deyilər qərib Hüseyn, məzlum Hüseyn. İmam Hüseyin istiqbal eləyib Həbiblə qol boyun olubdu, pərçəmi veribdi Həbibin əlinə. Əli Əşbər gəldi, Həbib, əmməm Zeynəb sənə səlam gedər. Həbib leylədi, oturdu yerə. Toprağı sordu başına, dedi Allah, Əli kızı necə dəc qalıb Zəhra-i Kərbəlada. Əli, mən kiməm Əli kızı, mənə səlam göndərək Həbib, sən kimsən?
Odu qəşəng himayət elədi İmam Hüseyndən. Nəhayət rişadə Müslim ibn Ovsəcə şəhid olanda gəldi başı istər. Aldı Müslim ibn Ovsəcərin başını dizi istədi. Ondan Müslim gözünü açdı. Həbib dedi, Müslim sənə deyərdim, mənə vəziyyət elə, gedim Kufədə balalar o deyim. Amma faydası yoxdur, bir neçə ləhzə səndən sonra mən də şəhid olmalıyam. Amma əgər ürəyində bir sözün olsa mənədir. Həbib danışa bilməydi, Müslim ibn Ovsəcə işarə ilə dedi, aman Hüseyni tək qoymayasın. Məzlum Hüseyin. Allah